Dostlar salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 12-ci vlogumuzu başlayırıq. Mənim adım Kəmaldır. Mən sizləri Dubaydan 6 kvadratlıq kirayə evdən salamlayıram. Və bu videolarda məqsəd nədir? Mən bu videoları çəkirəm ona görə ki, həm karyera inkişafımı günbəgün sizinlə paylaşım. Görəsiniz ki, hansı çətinliklərdən keçirəm və paralelində də psixoloji və fiziki olaraq nə kimi gərginliklər yaşayıram, bunu da videoya yansıdıram. Bu bir növ sizdən də başqa, elə mənim özüm üçün də sadəcə o inkişafı görə bilmək üçündür ki, gələcəkdə inşallah əgər qismət olarsa, hədəfimə çatsam, bunları da keçmişəm mən deyə bilmək üçün bunu edirəm. Yəni daydaysız falan öz gücümüzə, Allahın gücünə. Bugün əslində çox maraqlı bir məsələ ilə bağlı aydınlıq yaşadım, doğrudan da. Bilirsiniz, Dubai, Ərəbistan, bu ölkənin, bu şəhərlərin adı gələndə adama elə gəlir ki, bura bir şeydir də, yəni ki, bildiyim müsəlman ölkəsidir, ciddi, İslama riayət olunur. Əslində elə bir şey yoxdur. Düzdür, İslamın məscidlər var, namaz qılınır, amma geyim-keçim baxımından elə bildiyiniz Azərbaycan və yaxud da Avropa fərqi yoxdur. Yəni, nə var, orada nə var, burada da o var. Məsələ nədir? Mən ətrafımdakı insanlardan gördüyüm qədərilə bunu müşahidə edirəm ki, hər kəs parti, bar, restoran, yeyib-içmək və mən bunlara əslində biraz çox qəribə baxırdım. Sonradan mənim ağlıma gəldi və mən əslində bunun çox yaxşı bir şey olduğunu düşünürəm. Və bunun belə bir şey oldu, yaxşı bir şey olduğunu başa düşdüm. Onlar üçün yox, mənim üçün. Necə bir şey? İzah edəcəm, deyəcəksən ki, sən şeytansan. Yox. Bilirsiniz necə, bu yaxınlarda Instagramda bir post görmüşdüm. Deyir ki, kişiyə həzz və ləzzətləri ver, gör necə məhv olacaq. Kişidən həzz və ləzzətləri al, ona hədəflər qoy. Gör necə bütün dünyanı, belə deyək, işğal eləmək gücünü özündə hiss edəcək. Məntiq və məna ondan ibarətdir. Bəlkə də bu sözü statusu səhv dedim, amma demək olar ki, bu və digər dərəcədə eyni mənanı daşıyır. Yəni, həzz və ləzzətlər doğrudan da insanı hədəfdən yayındırır və insanı xoşa gəlməz bir yerə aparıb çıxardır. Vaxt gedir, enerji gedir, maddiyyat gedir, insan hədəfindən yayınır, fokusuna yayınır, başqa bir məsuliyyət formalaşır. Və mən görürəm ki, bu kimi şeylərdən əslində mənim uzaq durmağım mənim özümə yaxşıdır. Doğrudan da mənim özümə yaxşıdır. Çünki bu dəqiqə iş yoldaşlarımdır, tanıdıqlarımdır. Hərəsi bir yerdə, məsəl üçün, keyf eləyirlər, əylənirlər. Və işdə də onların davranışlarını və modlarını görürəm və hər biri ilə ayrı-ayrılıqda da danışanda görürəm ki, hərəsi, bilirsiniz necə, yəni işə çox belə soyuq yanaşır. It's okay, it's just for money, pul üçün işləyirik, günümüzü keçirmək üçün, bəlkə də elə deyil, amma görürəm davranışlarından, yaşam tərzlərindən və s. bu hiss olunur da. Və bu əslində mənim və mənim kimi insanlar üçün bir üstə gəldi. Niyə görə? Ləzzət onları geri saxlayanda, onların inkişaf eləyə biləcəyi nöqtələr boş olduğu üçün bizim kimi insanlar gedib onu tuta bilərlər o yeri. Yəni, çox çalışmaq və ləzzətlərdən uzaq olmaq və yaxud da şeytani dildə ləzzətə qapılmaqdansa ləzzətdən istifadə eləyib qalxa bilmək əslində əsas şeylərdən biridir. Mən bugün bunu hiss elədim və duydum həqiqətən də ki, doğrudan da insan hədəfinə fokuslanmaq istəyirsə, ləzzətlərdən kənar durmalıdır. Hansı ki, mən sizə dünyəvi ləzzətləri deyirəm də, bildiniz mən nə demək istəyirəm. Yəni, əyləncədir, bardır, yeyib-içməkdir, lazımsız yerə pul xərcləməkdir və s. və baxır. Bunlar hamısı doğrudan da insanın fokusunu dağıdır. Bu videoda sadəcə olaraq bundan danışmaq istədim. Bilmirəm hədəfiniz nədir, bilmirəm məqsədiniz nədir, bilmirəm nə eləmək istəyirsiniz. Məqsədiniz yoxdursa çox pis, hədəfiniz yoxdursa çox pis. Hədəfiniz olmalıdır, məqsədiniz olmalıdır. Səhər duranda hətta xoşunuz gəlməsə də belə hansı yolu getdiyinizi bilməlisiniz ki, bəli, mən bu yola çıxmışam, belə bir yolum var, amma bilmirəm sonu nə olacaq. Sonu doğrudan da ancaq Allah bilir, amma ən azından bilin ki, yəni bugün mən nə üçün çalışıram? Və maksimum dərəcədə çalışın, görün, özünüzü müşahidə eləməyi bacarın, görün sizi o hədəfdən daha çox nə yayındırır, hansı hərəkətlər, hansı davranışlar yayındırırsa, onları məğlub eləməyə çalışın, onlarla mübarizə aparmağa çalışın. Çünki sizə doğrudan da deyirəm, dünya ona doğru gedir, valla,
görürəm həqiqətən. Yəni bunu əvvəl də belə idi, indi də belədir və indi daha da ona doğru gedir. Çünki İslam insanları disiplinə çağırır, elədir. Məsəl üçün, qadınların müəyyən qədər örtünməyə, kişilər əxlaqlı olmağa, qadınlar əxlaqlı olmağa ki, biz görəcəyimiz işlərə fokuslana bilərik. Dünya neyini yer? Hər şey açıq-saçıqdır. İnsanların öz seçimi də öz yerində özləri bilərlər. Sadəcə olaraq bir fərd olaraq müşahidə etdiyim odur. Açıq-saçıqlıq, eş, işrət, fərqli yerlərə, lazımsız yerə zaman və enerji sərfiyyatı, sonda çox vaxtı peşmanlıq, peşmançılıq hissi və əlbəttə ki, görə biləcəyin işlər var idi, hansı ki, onlardan artıq geri qalırsan. Yəni, fokusunuzu yayındıran şeylərdən uzaq. Biraz dini məsələlərdə toxundum, sadəcə ümid edirəm, problem olmaz. Məsələ ondan ibarətdir ki, doğrudan da insan daima özü müşahidə etməyə bacarmalıdır. Çünki bizim ətrafımızda fikrimizi yayındıran çox şeylər var. Və bugün mən bu nəticəyə gəldim. Sabah yenə də 6-cı gündür, hamı istirahət edəndə, keyf edəndə mən yenə gedib soyuq zənglərimi eləyəcəm. Çünki özümə qəşəngcənə bir 90-100 arası nömrə hazırlayıb qoymuşam ora və gedib inşallah zənglərimi eləyəcəm. O videonu çəkib Telegram kanalına atacağım. Telegram kanalında izləyərsiniz. Özünüzü qoruyun. Çox sağ olun bu videoya baxdığınız üçün, bu darıxdırıcı videolara baxdığınız üçün. Əgər bura qədər baxdınızsa, şərtdə yazın ki, Kamal, sona qədər baxdım. Özünüzü qoruyun. Hələlik.